Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan SSR 1945-1960-cı illər mövzusunda danışacağıq. Yazmış ki, müharibənin sənayeyə təsirindən. İlk növbədə biz neft sənayesindən danışaq ki, bəli, müharibə dövründə dedik ki, artıq nə baş verdi? Quyular həddindən artıq istismar olundu deyə neft hasilatı aşağı düşür. Yəni 1940-cı illə müqayisədə neft hasilatı müharibədən sonra 22% azalmışdı. Amma nə etdilər? Müharibədən sonra başladılar hasilatı artırmağa, neft sənayesini inkişaf elətdirməyə, müəyyən tədbirlər görüldü. Məsələn, Xəzərdə yeni neft yataqları aşkar olunmağa başladı. Eyni zamanda müharibədən sonraki 5 ildə deyirik ki, 10 dənə neftdarma müəssisəsi tikildi və nə qardılar? İstədilər ki, bunlar dənizdən neft çıxarsınlar. Düzdür, iddia olunurdu ki, dənizdən neft çıxarılması iqtisadi cəhətdən səmərəsiz olacaq, amma buna baxmayaraq 1948-ci ildə dünyada ilk dəfə Xəzər dənizində neft mədən estakadaları tikildi. Biz bunu bura qeyd eləmişik və deyirik 1949-cu ildə neft daşlarında ilk neft quyusu fontan verdi. Bu da nəyə gətirdi? Deyirik artıq dünyada ilk dəfə açıq dənizdə neft çıxarılmağa başlandı və həmin o eskadalar üzərində neft daşları qəsəbəsi tikildi. Bu xəritədə də təxmini bu ərazilərə düşür də. Qeyd edirik, bəli, bu ərazilərə düşür. Və eyni zamanda sənayenin digər sahələri var ki, qeyd eləmiş ki, sənayenin digər sahələrində vəziyyət necə olur? Bəli, müharibədən sonraki illərdə biz bilirik ki, Mingəçevirdir, Şirvandır, yəni Əli Bayramlıdır, Sumqayıtdır, Daşkəsəndir. Bu kimi yeni sənaye şəhərləri salındı və hətta deyirik Sumqayıt SSR-nin kimya və metallurgiya şəhərinə çevrilmişdi. Bundan başqa müharibədən sonraki 10 il ərzində məsələn Qafqazın ən böyük su elektrik stansiyası olan Mingəçevir su elektrik stansiyası tikildi 1954-cü ildə istismara verildi. Eyni zamanda 1954-cü ildə Daşkəsəndə filiz saflaşdırma kombinatı istifadəyə verildi. Qeyd eləmişik ki, kənd təsərrüfatı və aqrar siyasət. Bəli, artıq 1950-ci ildə Sovet hökuməti yeni bir qərar verir. Qərarda nə idi? Xırda kolxozlar böyük kolxozlar ətrafında birləşdirdi. Bu da kolxozların sayının azalmasına gətirib çıxardır. Və eyni zamanda biz deyə bilərik ki, artıq bu 1950-ci ilin ikinci yarısında, eyni zamanda 1960-cı ilin əvvəllərində nə etdilər? Əkin sahələrini genişləndirmək üçün müəyyən tədbirlər görüldü. Məsələn, irriqasiya sistemləri inşa olundu, suvarma kanallardır, su anbarlardır tikildi. Bəs yaxşı, belə bir sual düşə bilər ki, aqrar siyasətin məqsədi nə idi? Müharibədən sonra yəni Azərbaycanda keçirilən Rusların aqrar siyasətinin məqsədi o idi ki, əsas ərzaq mallarına tələbat mərkəzdən asılı vəziyyətdə olsun. Yəni bizim əsas ərzaq mallarına olan tələbatımız Rusiyadan asılı olsun ki, biz oradan müstəqil olsaq belə ayaqda qala bilməyək. Və eyni zamanda pambıqdır, ipəkdir, tütündür, nə bilim tərəvəzdir, üzümdür. Bunların istehsalını artırmağa çalışırdı bizim ərazimizdə. Amma buna baxmayaraq yenə də deyirik ki, o da sıralamada ən son sırada dururduq biz. Yəni bu istehsal göstəricinə görə. Çünki lazımi nizam yox idi. Eyni zamanda planlar mütəmadi olaraq dəyişdirilirdi. Eyni zamanda planlar tam yerinə yetirilmirdi. Bu kimi proseslər bizim həmin o dövlətlər içərisində istehsal göstəricilərinə görə ən son pillədə olmamıza gətirib çıxardırdı. Və eyni zamanda əhalinin sosial rifahından danışaq ki, düzdür ki, müharibə bizim ərazilərimizdə keçirilmədi. Amma nə baş verdi? Dedik axı 700 min adam getdi, 300 mini həlak oldu. Ümumi əhalinin 17% azalmışdı. Və ona görə də ölkədə bundan başqa əhalinin rifahı da aşağı düşmüşdü. Hətta biz bura qeyd eləmişik ki, 1947-ci il talon sistemi ləğv olundu. Bəli, 1947-ci ildə ərzaqdı, sənaye mallarına talon sistemi tətbiq olunmuşdu da bizdə. Həmin o talon sistemi ləğv olundu. Və eyni zamanda həmin vaxtı düzdür, bizdə axı digər o dövlətlərə nisbətən bizdə əhalinin artımı yaxşı idi. Yəni doğum sayı yüksək idi. Ona görə biz deyirik ki, həm doğum sayının yüksək olması, həm də 1948-53-cü illərdə biz danışacağıq. Ermənistanda yaşayan Azərbaycanlıların deportasiyası məsələsi var. O gətirdi əhalinin sayının artmasına səbəb oldu. Məsələn, biz deyirik ki, 1959-cu ildə artıq respublika əhalisi müharibədən əvvəlki vəziyyətə çatmışdı və hətta deyirik 1969-cu ildəki əhali sayı 5 milyon nəfəri örtüb keçmişdi. Bəli, bu kimi proseslərdən biz danışa bilərik və bundan başqa məsələn 1959-cu ildə kəndlərə pasport verilməyə başladı və ondan sonra gənclər başladı nəməyə? Böyük şəhərlərə axnaşmağa. Və biz hətta deyirik ki, 1970-ci ildə Azərbaycandakı əhalinin 50% artıq şəhərlərdə məskunlaşmışdı. Və bundan başqa şəhərlərdə sayı artırdı deyə nəyə gətirib çıxardırdı? Yeni mənzillərin tikintisinə gətirib çıxardırdı. Bəli, bunu da qeyd elədik. Yazmışıq totalitar rejimin güclənməsi. Bəli, müharibədən sonra ümumiyyətcə totalitar rejim gücləndi. Nə başladı? Ümumiyyətcə bu Stalinin dövrü idi. Stalin dedi ki, mənim şəxsiyyətimə pərəstiş eləməlisiniz.
Və eyni zamanda müharibədən sonra elə o repressiyalar vardı. Biz danışmışdıq da sizdən 37-ci il repressiyası. Bəli, həmin o 1937-ci ildə olan repressiyalar davam elətdirildi. Bundan başqa bizim tarix elmimizin üzərində təzyiqlər artdı. Tariximiz dəyişdirildi. Məsələn, Kitab-ı Dədə Qorqud dastanı var idi ki, onu feodal xan eposu adlandıraraq qadağan elədilər oxunulmasını. Və bundan başqa Bakıxanov var idi ki, nədə fanatizmdə, eyni zamanda bəyləri, ağaları müdafiə etməkdə təqsirkar bilindi. Bundan başqa Kazımbəyov var idi ki, çarizmin Sadiq qulu adlandırıldı. Yəni bu kimi proseslərdə artıq biz deyirik ki, totalitar rejim möhkəmləndirir. Məsələn, Dadaşzada var idi, o yadımdan çıxmışdı. Türkiyə casusu kimi damğalanır. Və eyni zamanda deyirlər ki, bu Azərbaycan Xalq Cümhuriyyəti xalqa zidd siyasət yürüdürdü. Yəni bir növ bizi də o kimliyimizdən aralamaqla məşğul idi həmin bu totalitar rejim. Eyni zamanda Stalin birlikdə sərt repressiyalar elə ancaq onun əlindən gəlirdi, o insanların təqiblərə məruz qoyulması olsun, digər məsələlər olsun ki, biz bunu repressiyalar haqqında danışanda sizlə daha geniş danışmışıq. Eyni zamanda qeyd eləmişik ki, 1945-ci il ermənilərin ərazi iddiaları. Bəli, artıq müharibədən sonra 1945-ci il noyabrında Ermənistan rəhbərliyi götürdü Moskvaya məktub yazdı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana birləşdirilsin. Niyə? Güya iqtisadi cəhətdən Ermənistan SSR-dən asılıdır, Dağlıq Qarabağ Muxtar Vilayəti və eyni zamanda əhalisi Şuşa istisna olmaqla digər o ərazilərdə olan əhali əsasən ermənilərdən ibarətdir. Onu da Moskva götürür, göndərir Mirzəfər Bağırova ki, sənin rəyin nədir bu məsələ ilə bağlı? Mirzəfər Bağırov deyir ki, aha, əla. Zaten bunlar tarixi faktdan danışmırlar ermənilər. Yəni heç bir iddia, sadəcə iddia irəli sürülür. Heç bir tarixi faktları yoxdur. Əgər elədirsə, yaxşı, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa istisna olmaqla verir ermənilərə. Amma əvəzində Gürcüstanda bir elə Azərbaycanlı yaşayır. Onları qaytaraq Azərbaycan SSR-ə, eyni zamanda vaxtilə bizdən ayrılıb SSR-yə verilmiş Dağıstan ərazisini qaytaraq, Zəngəzur ərazisini qaytaraq. Moskva baxdı ki, bu alınan məsələ deyil. Ona görə də ermənilərin bu məsələsini, bu söhbətini rədd elədi. Bağırovun cavabı bəli oldu ki, yəni bəli verdik, amma sizlər digər ərazilərimizi geri qaytarın. Bundan sonra artıq gördülər Qarabağ məsələsini həll eləyə bilmirlər. Belə bir şey irəli sürürlər ki, bəs xaricdə yaşayan ermənilər vətənlərinə dönmək istəyir. Ona görə də 1946-cı ildə SSR Ali Sovetinin rəyasət heyəti nə dedi? Dedi, xaricdə yaşayan ermənilər Azərbaycan SSR ərazisinə köçürülsün. Hara köçürülməlidir? Yer lazımdır, axı, evlər lazımdır, torpaq lazımdır. Onun üçün də nə etmək lazım idi? Azərbaycanlılar oradan deport eləmək. Biz bura qeyd eləmişik ki, 1947-ci ildə köçürülməsi haqqında qərar verilir. Bəli, 1947-ci il dekabrın 23-də digər Ermənistan SSR-də yaşayan kolxozculardır, başqa Azərbaycanlılardır. Onlar Azərbaycan SSR ərazisinə köçürsün. Yəni Küraraz ovalığına köçürülsün. Qərar verilir, amma əməli addım, konkret tədbir nə vaxt görüləcəkdi? 1948-ci ilin 10 martında yazmışıq ki, konkret tədbir. Bəli, 100 min Azərbaycanlı gətirildi hara? Küraraz ovalığına. Yəni nə bilim Kürdəmir, Şirvan, bax bu ərazilərə. Onlar da dağı öyrəşmiş insanlar gəldilər, həmin o isti yerlərə düşdülər, Aran zonasına düşdülər. Çoxları elə ora gələndən sonra bəli öldülər. Aha, bura kimi məsələ bizə aydındır. Yəni bura kimi elə bir çətinlik yoxdur. Burada yazmışıq ki, Nikita Xruşov. Bəli, artıq 1953-cü ildə Stalin Gorbacor olandan sonra onun yerinə Nikita Xruşov Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. Xruşovun dövründə nə baş verir? Gələn kimi baxırlar ki, bu Mirzəfər Bağırov ziyankar adamdır. Eyni zamanda qüsurlu rəhbərlik edir. Məsələn, kadrların səmərəli istifadəsi üçün şərait yaratmır. Ona görə bunu təqsirkar bilirlər və uzaqlaşdırırlar birinci katib vəzifəsindən 1953-cü ildə. Sonra da deyirlər ki, sən xalq düşməniymişsən. Bunu ölüm cəzasına, yəni güllələnməyə məhkum edirlər 1956-cı ildə. Bura kimi məsələ bizə aydın. Yəni bunun yerinə də kim gələcək? İmam Mustafayev gələcək. Bəli, 1954-cü ildə Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayında İmam Mustafayev Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi seçildi. Və eyni zamanda 1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayı seçilir. Orada artıq deyirlər ki, bax bu şəxsiyyətə pərəstiş məsələsi dayansın. Onunla da elə biz deyirik nə başladı? Mülayimləşmə dövrü başlayır.
həmin o Stalinin şəxsiyyətə pərəstişinin dayanması ilə mülayimləşmə dövrü başladı. Gəlin danışaq İmam Mustafayevdən 1954-1959-cu illərdə Azərbaycan SSR rəhbərliyi eləmişdi. Bunun dövründə nə baş verir? Deyir ki, əsasən məhkəmə quruculuğudur, eyni zamanda cinayət məcəlləsidir, mülki məcəllədir. Bunların hamısı Respublikanın öz ixtiyarına verildi. Onun dövründə artıq günahsız Azərbaycanlılara bəraət verildi. Xalq düşməni damğası var idi. Onlar aradan qaldırıldı. Hətta biz qeyd eləmişik ki, bura 1956-cı il konstitusiyaya əlavə. Bax, yeni konstitusiya qəbul olunmur ha. Bizim ikinci konstitusiya nə vaxt qəbul olunmuşdu Azərbaycan SSR-nin ikinci konstitusiyası? 1937-ci ildə. 1956-cı ildə həmin o ikinci konstitusiyaya yeni maddə və yaxud da əlavə düzəliş edildi. Nə idi burada söhbət? Azərbaycan dili dövlət dili olmalıdır. Bu maddə 1956-cı ildə ikinci konstitusiyamıza əlavə edildi. Yəni dedi ki, rəsmi sənədlərdə, nə bilim, kərgüzarlıq işlərdə hamısı Azərbaycan dilində aparılmalıdır. Və bundan başqa qeyd eləmiş ki, 1956-cı il Bakıda telestudiya, bəli, danışır Bakı, daha doğrusu göstərir Bakı. Bu 1956-cı ildə İmam Mustafayevin dövrünə düşür. Və eyni zamanda qeyd eləmişik ki, 1959-cu il Azərbaycan dili icbari tədris. Bəli, 1959-cu ildə Azərbaycan SSR-nin Ali Soveti rus məktəbləri, yəni Azərbaycanda olan rus məktəblərində Azərbaycan dili icbari tədris haqqında qərar qəbul elədi. Və nə vardı? Həmin vaxt ruslar dedi ki, Bakı beynəlmiləl şəhərdir. Bir dəqiqə işarə eləyək. Bakı beynəlmiləl şəhərdir. Bakı Azərbaycan SSR-nin tərkibindən çıxarılıb verilməlidir SSR-yə. Həmin vaxt İmam Mustafayev nə varır? Deyir, yox, başlayır o, nə bilim, rayonlarda olan gənclər var, işsiz gənclər. Onların hamısını çəkir Bakıya ki, Bakıda olan Azərbaycanlıların sayını artırsın. Yəni, əhalinin tərkibinin Azərbaycanlıların xeyrinə dəyişməyə çalışırdı və onda bacarır. Ona görə də həmin Moskvanın planı puça çıxır. Yəni, planı pozulur. Çünki əvvəlcə Bakıda digər əhalinin millətlərin sayı çox idi. Və zamanla o Bakı ətrafında olan kəndlərin Bakıya birləşdirilməsidir, eyni zamanda rayonlardan o gənclərin ora çağırılmasıdır, getdi Bakıda Azərbaycanlıların sayını artırdı. Və artıq İmam Mustafayevin dövründə Azərbaycan SSR-də milli dirçəliş meylləri də gücləndi. Ona görə də artıq Sovet hökuməti narahatdır bu məsələdən. İstəmir biz o dirçəliş məsələsi, nə bilim, müstəqillik məsələsi ortaya atılsın. Ona görə başladılar Qarabağ məsələsini. O 1945-ci ildə birinci səfəri idi. Daha doğrusu İmam Mustafayevin dövründə artıq yenidən Dağlıq Qarabağ məsələsi gündəmə gətirir ki, bunlar Ermənistana verilsin. Ermənistan SSR artıq Dağlıq Qarabağın Ermənistana verilməsini birbaşa Moskvadan tələb edir. Eyni zamanda Ermənistanda anti-türk əhval-ruhiyyəsi güclənir, qızışdırılır. Ruslar tərəfindən qızışdırılır bu. Hətta biz deyirik ki, Ermənistan SSR-də rayon qəzetləri var idi, Azərbaycan dilində çıxarılırdı. Onların fəaliyyəti də dayandırıldı. Bu məsələni həll eləməkdən ötürü 1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində keçirilən plenumda İmam Mustafayev ittihamla kənarlaşdırılır rəhbərlikdən. Bu millətçidir. Nə bilim, pan-türkistdir. Bu adla təqsirləndirilir, vəzifəsindən uzaqlaşdırılır. Bunun yerinə kim gələcək? Vəli Axundov gələcək. 1959-1969-cu illərdə. Vəli Axundovun dövründə hansı hadisələr baş verdi? Bəli, bunun dövründə də milli dəyərlərə diqqət daha da artdı. Hətta gizli yığıncaq keçirilir 1962-ci ildə. Milli Azərbaycan qərargahı, yəni MAQ yaradıldı. MAQ-ın sədri kim olur? Oqtay Rəfili. Müavini kim olur? Xudu Məmmədov olur. Üzvləri kimlərdir? Əsasən vəzifəli şəxslərdir, bir də ziyalılar idi. Hətta rayonlarda da şöbələri var idi. MAQ-ı yaratmaqda məqsəd nə idi? Yazmışıq MAQ-ın yaradılmasında məqsəd. Bəli, istəyirdilər ki, o Azərbaycanda olan mühüm vəzifələrə qeyri-Azərbaycanlılar yox, yəni ruslar, ermənilər yox, Azərbaycanlılar gətirilsin. Və eyni zamanda Respublika büdcəsinə ayrılan pul var, o Moskvadan bölünüb gəlməsin. Burada bölünsün, qalan hissəsi göndərilsin Moskvaya. Və eyni zamanda milli oyanışa istəyirlər ki, xalqı oyadalar da, müstəqilliyə meylin gücləndirələr. Bu kimi proseslər MAQ-ın əsas məqsədi idi. Və eyni zamanda biz qeyd eləmişik ki, bura 1966-cı il Heydər Babaya salam. Bəli, İranda yaşayan var da Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya salam poeması var ki, 1966-cı ildə Bakıda çap olunur. Eyni zamanda Bakıda Ulduz jurnalı nəşr olunmağa başlayır. Hətta qeyd eləmişik ki, 1967-ci il Bakı metropoliteni, bəli, Bakı metropoliteni istifadəyə verilir 1967-ci ildə. Bundan başqa biz qeyd eləmişik ki,
1967 Bahar bayramı. Bəli, dedik axı, onlar qadağan qoymuşlar Novruz bayramını keçirilməyə. Azərbaycan Kommunist Partiyasının mərkəzi katibi Bahar bayramını neynədi? Dedi ki, də bu Novruz bayramı Bahar bayramı adı ilə qeyd olunsun. Şıxarı Qurbanovun təşəbbüsü ilə olmuşdu bu prosesdə. Və eyni zamanda biz qeyd eləmişik ki, 1969-cu il 2000 hektar ərazinin ermənilərə verilməsi məsələsi var ki, bəli, bu elə 1938-ci ildən təsdiq olunmuşdu. Sonradan müharibənin zaten baş verməsi məsələni ləngidirdi. Artıq 69-cu ildə qərar verildi ki, bəli, Ermənistana verilsin, amma onun qarşısını kim alır? Heydər Əliyev Respublikaya hakimiyyətə gələndən sonra bu həmin qərarın icrasına imkan vermədi. Və bundan sonra dəfələrlə ermənilər bu məsələ ərazi iddialarını qaldırırlar Azərbaycanlılara qarşı, Gürcülərə qarşı, Türklərə qarşı. Lakin Xruşov baxırdı ki, bu məsələ nəyə gətirir?